Hər vaxtınız xeyirli olsun dostlar. Yenə də dəyişməz ünvanımız olan Emirti İnşaatda hər birini salamlayırıq. Hər saatlarda gününüz uğurlu olsun. İnsanlar iş başındalar artıq. O səbəbdən hər birinizə super günlər arzu edirəm ki, özel olaraq yaşamınızda, həyatınızda həmişə rəngarəng olsun. Hər zaman rahatlıq içində, huzur içində yaşayasınız. Bugün istədik sizə dostların təkidi ilə, istəyi ilə, yazması ilə bağlı məsələ darvazalardan. Dəmir darvazalar. Həmişə belə deyək də, dərvaza da deyirlər, darvaza da deyirlər. Nəsə bu qapılardan söhbət açmaq istəyirik ki, insanlar da ev tikdikləri zamanda mütləq bu darvazalara vacibliklə öndə gəlirlər. Çünki bütün mənzillərə bu darvazalardan lazım söhbət, yəni həyət evlərindən gedir də. Emirti İnşaatda isə bütün ölçülərə uyğun darvazalar var. Verəcəyik. İstənilən ölçü, istənilən dizayn, istənilən bəzək, istənilən naxış ölçüsündən asılı olmayaraq. Emirti sırf Emirti İnşaatda istehsal olunur. Yəni öz materiallarımız sırf təzə materiallardan istifadə olunur. İstənilən nis qalınlığından, istənilən profil qalınlığından, istənilən şiveller qalınlığından. Maşallah. Bəli. Yəni fərqi yoxdur. Hansı ölçüdə, hansı metal müştəri bəyənirsə, o metaldan darvazalarımız yığılır. Yəni sırf Emirti İnşaatda yığılır. İstənilən model, istənilən hündürlük, en. Və istəsəniz darvazalarımız yəni mümkündür yığılmağı. Deməli, əziz dostlar, belədir. Bütün materiallar gətirilir Emirti İnşaata. Hal-hazırda var, satış üçün də var. Satış üçün də var, darvaza yığmaq üçün də yetərlicə materialımız var və bir daha qeyd etmək istəyirəm ki, Emirti İnşaatda istehsal olunur. İnşallah növbəti günlərdə həmin inşaat yerində tamaşaçılara çəkib təqdim olacaq ki, dostlar necə çalışırlar, necə işləyirlər, ölçünü necə çıxardılar, sifarişləri necə qəbul edir. Bu haqda da bir başqa video təqdim edəcəyik. Söhbət nədən gedir? Biz əgər gəliriksə mənzilimizdə müəyyən darvaza ölçülərini götürmüşük, gəlirik bura və istədiyimiz dizayna uyğun, istədiyimiz rəngə uyğun, istədiyimiz qalınlığa uyğun, profilə uyğun, petləyə uyğun, zamoka uyğun qapı sifariş verə bilərik. Yəni bütün bunlar hazır şəkildə belə yığılıb bura yerləşdirilir ki, dostlar da gəlsinlər, əgər ölçü olaraq uyğundursa, rahat şəkildə alıb aparsınlar. Söhbət sərt darvazalardan gedir. Yəni qalınlığı ilə, möhkəmliyi ilə deformasiyaya uğramır, əyilmir. İllər keçsə də biz təbii ki, bu darvazalardan avtomobil salıb çıxardacağıq. O səbəbdən o qədər möhkəm olmalıdır, o qədər qalın olmalıdır ki, müəyyən vaxtəsindən sonra və ya da avtomobil şinləri bunun üzərindən hər dəfə keçdiyində bu deformasiyaya uğramasın. Əyilməsin. Bizdən hamısı keyfiyyətdən asılı olan şeydir. Əlbəttə, yəni material keyfiyyətli olmalıdır. Darvazalar çox lüks və çox keyfiyyətli yığılır. Satış üçün, bax bu da vitrinə qoyulmaq üçün biz özümüzün istəyinə uyğun onu həyata keçirib bu vitrinə yığırıq. Və doğru olaraq müştərinin sifarişi müştərinin qalır orada hər cürə listlər var, ikilik, bir yarımlıq, ikilik, iki yarımlıq, üçlük, dörtlük. Qiymətə görə dəyişir. Bəli, yəni istənilən zövqü qiymətə görə dəyişir. İstehsalı listlərdən, istənilən bəzəkli listlərdən həyata keçirir və hətta belə bizdə bu kraskalar sırf maşın kraskalarıdır. Yəni sırf maşın boyası. Yəni bəli, ölmür boyası, yəni parlaqlığı ölmür, kraska getmir. Yəni nə qədər yağış, gün, nə qədər olsa, vursa da, yəni belə yəni paslanmır, qopmur, tökülmür. Ona görə də yəni buna tam əminlik edirik ki, çox uzun müddətli kraskadır. Və əziz dostlar, yəni avtomobil boyasına istifadə olunur. Deməli, burada nəticə etibarilə belə düşünmək lazımdır ki, avtomobil boyası bizim avtomobillərimizdə var. Yağışın altında qalır, suyun altında qalır, gün üzərinə vurur, yəni solmalar, qopmalar baş vermir. Və onu da qeyd etmək istəyirəm ki, siz istədiyiniz naxışları Emirti İnşaatdan rahat əldə edə bilərsiniz. Bu naxışı istəmirsiniz, bizdə naxış çeşidləri yüzlərlədir, minlərlədir. Bu naxış istəmirsiniz, bu naxış istəmirsiniz, bu naxış istəmirsiniz. Öz zövqünüzə uyğun bizdə orada naxışlar da var və kataloqumuz da var. Burada bir qədər kataloq haqqında da tamaşaçılara məlumat verək ki, bu kataloqda hələ tam deyil, amma var. Bax, belə gördüyünüz bəzəklərdən istifadə etmək imkanınız var. Belə bəzəklərdən istifadə edə bilərsiniz. Yəni, həm də qapının üst hissəsi oval ola bilər. Sürməli qapılarımız da var. Hansı ki, motordan istifadə etməklə siz onu hərəkətə gətirə bilərsiniz. Yəni, qapıya aid, darvazaya aid, söhbət darvazadan gedir. Nə istəyirsinizsə, Emirti İnşaatda əldə edə bilərsiniz. Yəni, ölçü bizdə hansı ölçünü istəyirsinizsə fərqi yoxdur. Ona uyğun seçilir, ona uyğun hazırlanır və sizin mənzilinizə belə hətta daşınıb gətirilir. Hətta onu da qeyd etmək istəyirəm ki, mənzilinizə apardığınız zaman onun yerində tətbiqi də mümkündür. Ki, dostlar, yerinə bəlkə edəcəklər tam olaraq ideal şəkildə. Müştərinin zövqünə, istəyinə uyğun bizdə darvazalar var. Bax, belə naxışlı da var, çox gözəl naxışlar var üzərində. Bu naxışları azaltmaq da olar, bu naxışları götürmək də olar. Müştərinin istəyinə. Yəni, bütün biz hər şey müştərinin istəyinə.
bütün dərvaza, qapı, bəzəkləri, yəni bizdə satışda olduğu üçün istənilən bəzəyi, istənilən ölçüdə, istənilən bəzək, istənilən naxışı, yəni müştəri bəyənib və onu təklif edir. Yəni onu qapının üzərə tətbiq edir. Ümumiyyətlə qapının görünüşündən də hiss olunur ki, bu qapıda bir ağırlıq var, bir samballıq var, bir möhkəmlik var. Bizdə istehsal olunan qapılar yəni özəlliklə seçilir. Həm listə olaraq, həm profil olaraq, həm bəzək olaraq. Çünki biz bunu vitrin olaraq çıxardırıq ki, cəmaət bizi bunu görsün. Və istənilən müştəri gələ bilər ki, məsəl üçün bu qalındır və yaxud da ki, bunu biraz da qalın etmək istəyirəm. Biraz da qalın və yaxud da ki, azalda bilərik, yəni biraz yüngül olsun. Yəni qiyməti cibimə uyğun deyil, bunun bir qədər belə deyim, müəyyən yerlərinin qalınlığını azaltmaq, bunları artırmaqdır. Yəni bu, yenə də söyləyirəm, müştərinin istəyindən asılıdır. Və burada seçim edirsiniz, istədiyiniz qalınlıqda dəmirdən, listlərdən, profillərdən istifadə etmək üçün. Yəni seçim edirsiniz və daha sonra sizin ölçülərinizə uyğun, modelə uyğun, rəngə uyğun, seçimə uyğun, petləyə uyğun, zamoka uyğun qapılarınız yığılır və zəmanəti təhvil verilir. Və çünki bizim digər yerlərdən üstünlüyümüz ondan ibarətdir ki, bizim qapılar burada olan öz seximizdə həyata keçirilir. Siz gəlib qapınızın necə üzərində işləməsini də kənardan müşahidə edə bilərsiniz. Yəni tam olaraq şəffaf şəkildə, bəli. Yəni biz belə də qapının üst hissəsi sizin istədiyiniz dəmirdən, onun iç hissəsinə özümüzün istədiyini yerləşdirmək kimi bir şey yoxdur. Yəni burada bütün A-dan Z-yə bu darvazalar yalnız və yalnız müştərinin istəyinə uyğun, müştərinin zövqünə uyğun olaraq seçilir, hesablanır, ölçülür, biçilir, rənglənir və nəhayət müştəriyə təhvil verilir. Yəni bir daha qeyd etmək istəyirəm, bizdə istehsal olunan qapıların rəngi heç bir zaman getmir, deformasiyaya uğramır, paslamır, daha sonra çat vermir, boyanın üzərində olan naxışlar müəyyən vaxt keçəndən sonra solmur, çizgiləri itmir. Tamamilə doğru. Çox danışdım deyəsən, nəfəsim daraldı. Ona görə biz hər zaman öndəyik nömrə 1-2 MRT inşaatda baş verən nə varsa məsələ sizin gözünüz qarşınızdadır. Biz çalışırıq ki, ən əsası müştəri məmnunluğu əldə edək. Biz müştərini cəlb etmək istəyirik. Müştəri itirmək kimi niyyətimiz, fikrimiz yoxdur. Ona görə də həm özümüzdə istehsal olunan darvazalar və yaxud da kənardan gətirilən müəyyən Avropa qapıları və yaxud da burada satışa nə varsa A-dan Z-də həm MRT inşaatda, həm MRT hiper inşaatda hər biri özəldir. Hər birinin sertifikatı var, hər birinin qostu var, AZS-i var. O səbəbdən müraciət edə bilərsiniz. Və onu da qeyd edim ki, 365 gün MRT inşaatda lotereya həyata keçirilir. Hər 50 manatlıq alış-verişdə bir kupon qeyd edirsiniz. Sehirli qutunun içine atırsınız və növbəti bizim lotereyamızda Nivo markalı avtomobil oynanacaq və bütün lotereyalarımızda avtomobil olacaq. Və avtomobildən də əlavə çox böyük bahalı hədiyyələr olacaq. Odur ki, hər biriniz yolunuzu MRT inşaatda salın. Bu qapıları da almağa pulunuz yoxdursa, burada tək şəxsiyyət vəsiqəsi ilə rahat şəkildə kredit əldə edə bilərsiniz. Bir kart, taksit kart da keçərlidir. Dostlarla xahiş edək ki, bizim paylaşımlar da paylaşınlar ki, digər bölgələrimizdən olan dostlar da görsünlər ki, MRT inşaatda yoxdur deyə bir şey yoxdur. Burada hər şey var. Ona görə də MRT inşaat biz çalışırıq ki, sizinlə bir bərabər nə edək? Tikək. Tikək. Odur ki, dostlar, gəlin MRT inşaata yolunuzu gözləyirik.